İndi isə keçək əsas mövzumuza. Bugünkü mövzumuz dostlar, deməli, bilirsiniz, verilişimizin başlığından görürüz, xalqı itaətdə saxlama metodları. Birinci, sizi qul kimi istismar edirlər. Əziz vətənlər, mənim indi danışacağım məsələlər dünyanın hər yerində eyni qaydada tətbiq olunur. Tək Azərbaycanla bağlı deyil bu. Yəni, bu elmi nəzəri bir söhbətdir. Mən istəyirəm bunu siz biləsiniz. Sadəcə olaraq elə-belə dərdləşəcəyik, səsli olaraq mən bəzi şeylər deyəcəyəm. Sizlər də bu deyilənlərin Azərbaycan həyatında həqiqətən də mövcud olmadığı barədə düşünəcəksiniz və belə faktlar varsa, ətrafınızda baş verirsə, siz də bunları görə bilirsinizsə, öz fikirlərinizi yazacaqsınız. Söhbət pəncərəsində ki, başqaları da eşitsin, bilsin. Deməli, birinci metodun adı belədir. Diqqət yayındırılması. Xalqı itaətdə saxlamaq üçün tətbiq olunan ilk metodun adı belədir. Diqqət yayındırılması. Nə deməkdir bu diqqət yayındırılması? Cəmiyyəti idarə etməyin əsas elementi informasiya məkanını daim əhəmiyyətsiz mesajlarla doyurmaqla insanların diqqətini mühüm problemlərdən və siyasi və iqtisadi hakim dairələrin qəbul etdiyi qərarlardan yayındırmaqdır. Mən bugünə qədər bugün edəcəyimiz söhbətin ayrı komponentlərini sizlərə demişəm müxtəlif verilişlərdə. Hakimiyyət süni bir gündəm yaratmaq istəyəndə mənasız bir mövzu ilə bağlı kiminsə məhkəməsi güya kimsə tuturlar, kimsə uşağın güya alırlar. Aylarla bütün saytlı ala qoyma, filan kəs müxalifət onun uşağını alırlar, ona hakimiyyət təzyiq edir, onu tuturlar, nə belə şeylər də eləyirlər. Ya kiminsə aclığı ilə bağlı, nə bilim, hər hansı bir cinayət ilə bağlı cəmiyyətin diqqətini ora cəlb edirlər. Niyə? Ki, insanlar əsas problemlərdən, onların həllindən, onların məşğul olmaqdan diqqətləri insandan yayınsın. İnsanlar bilməsən ki, bu dövlətdə nə baş verir yuxarılarda, nə qərar qəbul olunan qərarların mahiyyəti nədir? Misal üçün, mən bu günləri bu mövzudan yox, başqa bir mövzudan danışa bilərdim də, qəbul olunan nəsil qanun, bir qanun istisacı qanun olmasından, ya korrupsiya elementi ilə bağlı hər hansı qanundan danışa bilərdim mən sizə. Yəni, mariflərinizi başqa bir şey vara bilərdim, amma bu mövzudan danışıram. Ölkədə deyək ki, hər hansı yandırırlar bəzən, bəzi yandırırlar, dövlət özü bunu yandırır, diqqəti cəlb eləmək üçün. Bu, hamı yanğından danışır. Və bu, hamı yanğından danışdığı müddətdə o məşhur bir şey var, cambaza bax, cambaza adama cibinə girmək üçün kəndirbazı gətirirlər, hamı fikir qalsın orada ki, cəmiyyətin cibini yaxşı kəssinlər, soysunlar. Yəni, cəmiyyətin diqqətini yönəldəndə hər hansı bir ölüm hadisəsinə, nə bilim, nəyəsə, adı bir siyasi partiyada gedən baş verən gibi hadisə ilə bağlı güya kimsə həbs edirlər. Qaçın idi məhkəmələrin qabağına, qoymun tutdular, asdılar. Bu, cəmiyyətin başı bu mövzuya qatışdığı müddətdə Mehriban Əliyeva milyardları buradan talayır. Çıxadır xaricə, aparır Rusiya. İlham Əliyev bu tərəfdən milyardları arası ötürür. Bu tərəfdən parlamentdə elə qanunlar qəbul olunur ki, sərhədlər bağlansın, insanlar ölkələrini qayda bilməsinlər. Baxın, ha. Amma sənin başını qatıblar ayrı adından fərdi işinə.
Bir baxın, mənə də deyəndə çoxdan düzgün başa düşmür. Yəni, ancaq mən bunu deməkdən yorulmayacağım, təkrar deyəcəm. Tərtər boyda bir cinayət baş verir. Minlərlə əskər və zabit işgəncə məruz qalır. Adamlar öldürülür. Tarixdə görünməyən işgəncə növlə tətbiq olunur. Buna görə heç bir partiya etiraz tədbir keçirmir. Tam əksinə dəstək verirlər. Təbliğat aparırlar zamanında. 2017 may ayında. Müsavatın lideri də, AXDP-nin lideri də. Təbliğat aparırlar, dəstək verirlər hökumətin o cinayət hərəkətlərindən ki, yeridirlər şura ki, bəli, orada xəyanət var, olub, bunun səbəbləri budur, bu nə bilim, Moskvaya cavabdır, nədir, təbliğat gedir. Xalq bilmir işindən baş verib əslində orada. Cəmaatın diqqətini yayındırırlar. Amma bu hadisəyə görə etiraz tədbir keçirməyən partiya və ya partiyalar bir də baxırsan ki, bir nəfər adam həbsxanada yatır, güya onun azadlığa buraxılması üçün, onun hüquqlarını qorumaq üçün acılığa başladılar. Dostlar, sizcə bu ağlabatan şeydir bu? Bir şey mümkündürmü? 10 nəfərin ölümünə ağlamayıb, bir nəfərin ölümünə görə üz-gözün didən, cıran adamın səmimiyyətinə siz inanırsınız mı? Biz inanmalıyıq mı? Belə mi olmalıdır? Minlərlə ananın faciə içində yaşamasına heç bir reaksiya verməyən, yüz minlərlə, milyonlarla uşağın faciəsində göz yuman adamların birdən-birə hər hansı bir uşağa görə güya haküs salmaları sizcə məntiqlidirmi? Ağlabatandır mı? Biz onların səmimiyyətinə inanmalıyıq mı? Vətəndaşların müasir fəlsəfi cərəyanlar, qabaqcıl elm, iqtisadiyyat, psixologiya, neyrobiyologiya və kibernetika sahəsində mühüm biliklər əldə etmələrinin qarşısını almaq üçün diqqəti yayındırma texnikası çox vacibdir. Deməli, xalqın diqqətini belə kiçik məişət məsələlərinə qatmaqla adamları əslində baxsa cavanları qabaqcıl inkişaf edən elm sahələri ilə məşğul olmaqdan da qoyurlar. Bu dəhşətli bir metoddur bu. Bunun müqabilində informasiya məkanı erotikadan sərt pornoqrafiyaya, gündəlik sabun hekayələrindən tutmuş, asan və tel pul qazanmağın şübhəli yollarına kimi relikt insan instinktlərinə əsaslanan idman, show biznes, mistisizm, baxıcılıq, nə bilim, pir, mir və digər informasiya komponentlərindən xəbərlərlə doldurulur. Bütün saytlar, bütün televiziyalar bir də baxırsan ki, xoş gələn birdən birini çıxartdı bu da. O bir oradan çıxartdı. Nə əxlaqsızlıq təbliğ olunur, baxıcılıq təbliğ olunur. Bu öncə görəndir, bu daldan görəndir. Hamısının məqsəd nədir? Millətin başını qatsınlar. Saatlarla oturaq belə, baxaq televiziyada ki, kimsə kimi qırdı, qaynasına gəldi orada, ər adına bir gələ, kişi gəlir, mən arabadımı tutdum filan içərisindən, kamera qoydum, tutdum arabadımı, o bir gəldi ki, bu uşaq ya səndəndir, ya məndəndir, arvad məndir, mən özüm bilərəm, saxlayacam mən oraya. Sən də baxır, millətdə yatıb orada, hayl-mayl, saatlarla vaxt gedir. Bu saatlar ərzində Mehriban oradan milyardları çırpışdırır, Leyla oradan milyardları çırpışdırır, dədəsi buradan ötürür, onlar işlərindədir. Sən isə televizorun qabağında, ya saytın qabağında, kompüterin qabağında ya seksə baxırsan, erotika baxırsan, ya tumanı qısa qızların davdarışına baxırsan, ya hansı bir idman yarışına, nəyəsə belə bu vaxtı boş gedir. Bu metodun adı dostlar diqqəti yayındırma metodudur. İndi mən sizdən soruşuram. Siz belə şeylər Azərbaycanda görmüsünüzmü? Diqqət yayındırma metodunun tətbiqi ilə var Azərbaycanda hallar olubmu sizcə? Olubsa hamı öz fikrini yazsın.
Misalları yazın ki başkaları da oxusun bilsin. İkinci metodun adı belədir. Problem, reaksiya və həll. Yəni öncə problem yaradırsan, sonra ona olan reaksiyaları izləyirsən, öyrənirsən və sonra onu həll edirsən. Əhali arasında müəyyən reaksiya yaratmağa hesablanmış problem, müəyyən vəziyyət yaranır ki, onun özü də hakim dairələr üçün zəruri olan tədbirlərin görülməsini tələb etsin. Yəni hakimə bir belə deyək, qanun qəbul etmək istəyir, bir qərar qəbul etmək istəyir, bir addım atmaq istəyir. Onu elə belə durdurub ata bilmir. Qəsdən özü bir problem yaradır. O problemin həlli üçün sən vətəndaş olaraq tələb edirsən ki, misal üçün, hakimiyyət iddia edir ki, şərait yaradır. Güya xaricdən terroristlər gəlib Azərbaycanda hardasa silahlı dəstə şəklində fəaliyyət göstərirlər. Güya ki, pandemiya davam edir, Azərbaycanda xaricdən xəstəliklər gəlir. Problem yoxsa yox? Problemdir. Bu problemi necə həll etmək lazım sizcə? Xaricdən şeylə gəlir, terrorçular, silahlı dəstələr Azərbaycanda terror eləyirlər, gedirlər, nə bilim, Ucarın meşələrində güya daha bunlar. Hardasa atışırlar, kimi hücum eləyirlər. Ya da xəstəlik var, pandemiya yayılır. Xaricdən gəlir hamısı. Bunun qarşısını almağı yolu nədir? Bəli, tamamilə doğru deyirsiniz. Sərhədləri bağlamaq. Problemi, elə bir problem yaradır ki, sən xalq olaraq tələb edəsən ki, onun istədiyi tədbiri həyata keçirsin. Məsələn, şəhərlərdə deyir, zorakılıq spiralının alovlanmasına icazə vermək. Özləri şərait yaradırlar, bu əldə qayırma qazilərin əli ilə, Ceyri İşverənsk var da, o qədərin əli ilə şəhərin mərkəzində dava, dalaş, nə bilim, avtostoyankaları uğrunda mübarizə, atışmalar nələr şərait yaradırlar. Orada polisi öldürün, nə bilim, burada bunu öldürün. Məqsəd nədir? Məqsəd təhlükəsizlik tədbirləri adı altında hakimiyyətin özünə lazım olan tədbirlər görmək. Bunu sənin əlunla götürürlər. Sən tələb edirsən, ya başda çox sağ ol. Sən dediyi o görə bunu eləyirəm mən. Yaxud da hər hansı iqtisadi terror və texnogen böhranın yaranmasına səbəb olmaq. İnsanların şuurunda zəruri şər kimi sosial hüquqların pozmaqla da olsa, insanların hüquqlarının pozulması ilə bağlı, bunun nəticəsində onu aradan qaldırmaq üçün tədbirlər görməyə məcbur etmək. Elə iqtisadi problem yaradır şəhərdə, Azərbaycanda. Sən istər-istəməz fikirləşsən ki, bu belə davam edilməməlidir, tədbir görülməlidir. Halbuki bu problemi özü yaradıb, ha? Özü yaradıb bu problemi. Özünə lazım olan bir tədbir eləmə, həyata keçirməlidir. Bunu sənin əlinlə eləyir. Problem yaradır şəhərdə. Qiymətlərin qalxması ilə bağlı, yumurta ilə bağlı, ətlə bağlı, hər şeylə bağlı. Ki, götürün, ya öz qohumlarını vergidən azad eləsinlər. Ki, qiymətə qalxıb Azərbaycanda, ətin qiyməti. Nə etməliyik? Xaricdən gələn ətə vergini azaltmalıyıq. Əti kim gətirir üzləri? Bəylər Əqvin qohumları. İlham adamları. Nə yiyək? Vergidən azad eləyək. Sən tələb edirsən özdə. Sənə elə eləyir ki, problemi yaradır. Problemin həlli üçün sən qalxıb ayağa tələb edirsən ki, yox, tez olun, sərhədləri bağlayın. Vergidə də ət gətirənləri azad edir. Öz qohumdan azad edirlər. Bir şey bilərsiniz ki, dostlar, heç bir böhran öz-özünə yaranmır. Bu, alimlərin kəşfi də gəldiyi nəticədir. Heç bir böhran, nə iqtisadi, nə siyasi, onu insanlar yaradırlar. Onu müəyyən beynəlxalq mərkəzlər yaradır. İqtisadi böhranları da, siyasi böhranları da. Bir baxın, neçə illərdir qərb ölkələri Türkiyəmizi iqtisadi problemlər içində boğmağa çalışırlar. Türkiyə lirəsini dayanmadan öldürürlər, zəiflədirlər. Bu, elə belə baş verən bir hadisə deyil. Bu, xaricdən, müəyyən beynəlxalq mərkəzlər tərəfindən Türkiyə əleyhinə aparılan məqsəd yönü işin nəticəsidir. Bu problem var. Problemi nə yaradırlar?
problemi göre yaratırlar ki Türkiye mecbur kalsın. Geçsin IMF'den, haricden onlardan borç alsın milyardlarla ve oradan asılı hala düşsün. Öz müdafiə sənayesini inkişaf etdirə bilməsin. Sizcə Azərbaycanda necə? Belə şeylər siz görmüsünüzmü? Misal üçün mən sizə bir şey deyim. Heydər Əliyevin vaxtında tez-tez bəyanat verirdi ki, terroristlər Azərbaycanda güya ki, Heydər Əliyevi terror eləmək istəyirlər. Mən 98-ci ildə son qoydum öz həbsimlə. Bütün o problemi aldım öz çiynimə, öz həbsimlə o siyasətdə ifşa elədim onlarımı. 98-dən sonra şeylər yoxdur da, terror merror. O bitti oyunlar. Amma məqsəd nə idi? Problem yaradırdı özü. Yəni nə yapardı? Bombanı qoydu Şamaxıya yolunda, körpünün qırağına, yolun qırağına. Ya Bakıda o Komsomolsk qruq deyirlərdi, körpünün altına bomba qoyurdu. Və tez o 3 dənə həmşəki olduğu kimi bircə bəyanat peyda olurdu ki, Heydər keçən yolda bomba tapıldı, neyədi? Bunu özləri yaradırlar problemi. Və nə baş verir? Sən tələb edirsən ki, tədbir görün. Terörün qarşısını alın, o neyir? O polisi gücləndirir, o işverənlərin gücləndirir, o xalqa qarşı repressiya tədbirləri həyata keçirir və bunu da terörə qarşı mübarizə adı altında edir. Bir dənə xatırlayın, xahiş edirəm, Tərtər hadisələrini. Tərtər hadisələri necə oldu, belə baş verdi və necə oldu ki, valideynlər hətta öz doğum övladlarının erməni seksual xidmət göstərməsinə belə vətənə xəyanət etdiklərinə inandılar. Bəzi valideynlər uşaqlarına imtina etdilər. Bəzi valideynlər uşaqlarının it kimi, heyvan kimi İraq bizim şəhidlərimizdən bastırılmasına göz yumdular. Etiraz edə etmədilər. Niyə? Ona görə ki, dostlar, o vaxta qədər həmin bu metod tətbiq edirdi Azərbaycanda. Problem yaradılırdı. Güya ki, kimisə nə bilim öldürdülər şeydə, ön cəbhədə. Güya satqınlıq var. Belə məlumatlar yaydılar. İctimaiyyəti ona alışdırdılar o problemlərin həllinə. Cəlb elədilər ictimaiyyəti ki, qardaş, belə problemlər var. Sən də vətəndaş olaraq tələb edirsən ki, bu həll olmalı məsələ. Necə həll olmalıdır? Təhdid kimi. Sən də bir şey deyə bilmirsən. Sən özün tələb eləmişsən ki, tədbir görür. Metodu mahiyyəti başa düşdünüz. Problemi yaradır. Problemin həllini sən tələb edirsən. Sən narahat olursan çünki o şeydən. O da özünün lazım olan işləri görür. Bu problem, bu metodun adı problem, reaksiya və həll. Adı belədir. Problem, reaksiya və həll. Üçüncü metod. Tədricilik adlanır dostlar. Nə deməkdir bu? İstənilən qeyri-populyar tədbirin qəbuluna nail olmaq üçün onu tədricən, gündən günə, ildən ilə tətbiq etmək kifayətdir ki, sən qarşına qoyduğun məqsədə çatasan. Dostlar, baxın, bu stəkanda su var. Bunu mən birdən-birə sənin başına, çiyninə töysəm, sən dərhal islandığını hiss edəcəksən, müqamət göstərəcəksən, xilas olmağa çalışacaqsan. Ancaq mən bunu damcı-damcı sənin çiyninə atsam, sən sadəcə bir nəmişlik hiss edərsən, amma narahatlıq keçirməyəcəksən. Hətta mən bunu sənin başına da damcı-damcı töysəm, sən hərdən belə başına çəkməklə oturuşunu, həyat tərzini dəyişmədən davam edəcəksən. Deyə bilirəm kimi? Bir və dağdan sel gələ, yüyə qabağında hər şey yapara. Sən də qaçasan. Ya xilas olasan, ya ola bilməyəsən. Bir də dağdan hərdən birdən belə bir çay axa. Amma təhlükə olmayan. Məqsəd dağdakı o çayı aşağı buraxmaqdır. Suyun yerini dəyişdirməkdir. Onu sel kimi eləsələr, sən mütləq narahat olub düşünəcəksə ki, nə baş verir? Bu su ne bilən belə çoxaldı. Bu sel necə gəldi? Hara yeri bu su? Necə olacaq bunun axırı?
Sən bir tədbir görəcəksən. Amma onu asta-asta axıdıb aparsalar başqa bir görə öz göllərini doldurmağa, onu sən istəməyəcəksən, narahat olmayacaqsan. Mən adi misallar deyirəm ki, biləsiniz ki, bu metodların şey nədir, mahiyyəti nədir? Misal üçün, bu pandemiya ki oldu, pandemiyada birdən-birə bütün şəhərlər, dövlətlər bağlandı, böyle bir hakü saldılar. Və tədricən həmin o dövrdə insanları problem yaradıb inandırdılar ki, belə bir problem var. Tədricən insanları daxil qapanmağa, müəyyən məhrumiyyətlərə alışdırdılar. Bu dünya miqyasında tətbiq olunan bu metodun bir nümunəsi də buydu. Pandemiyanı yaratdılar, problemi. Sonra ikinci metod. İkinci metod pandemiya problem, reaksiya həll. Sonra üçüncü metodu tədriciliyi buna cavadılar. Başladı tədricən, bir baxın dostlar, o vaxtlar Azərbaycan sərhədləri bağlıdır. Amma pandemiya olmadan birdən-birə İlham Əliyev desəydi ki, yox, mən sabah sərhədləri bağlayıram, bitdi. Sən buna alışmayacaqdın, dözə bilməzdin buna, etiraz edəcəksin. Amma bunu asta-asta, tədricən elə elədilər ki, sən bugün bütün bu şeylər norma baxırsan. Dövlətin funksiyalarının minimuma yendirilməsi, özəlləşdirmə, qeyri-müəyyənlik, qeyri-sabitlik, kütləvi işsizlik, artıq layiqli həyatı təmin etməyən maaşlar. Bütün bunlar hamısı eyni vaxtda baş versəydi, şübhəsiz ki, inqilab baş verərdi. Düzdürmü? Bir ölkədə birdən-birə dövlət deyir, nə uşaq pul verirəm, nə maaş verirəm, nə inirəm, heç bir çıxın, tək edin Azərbaycanı. Xalq qalxardı, bunu devirərdik. Düzdürmü? Amma görün, necə də ustalıqla bu iş görürlər. Tədricən, hasta-hasta sənin ruhun incimir. Qanun qəbul edir ki, xarici ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşlığını itirir. Sən ilk mərhələdə bunun fərqində deyilsən. Amma bu tədricən tətbiq olunur. Sən narahat deyilsən bundan. Desə ki, bugündən əmək haqqı vermirəm. Sən narahat olacaqsan ki, sən nə danışsan? Desə ki, bugündən sənin Azərbaycana işləmə hüququn yoxdur. Buranı tərk edəməlisən, sən etiraz edəcəksən. Amma görün, nə edir? Tədricən. İş yerləri ixtisara düşür. Böyük əmək kollektivləri ləğv edilir. Özəlləşmə adı altında zavodlar, fabriklər sıradan çıxarılır. Uşaq pulu verilmir. Adamları Azərbaycanı tərk etməsi üçün şərait yaradılır. Onlar aslında təqib olunurlar. Adam iş tapır, çörək tapır, məcbur gedir. Ölkəni boşaldırlar. Birdən-birə desələr ki, buradan Azərbaycanlı hamı tərk eləməlidir. Sabah 3 gün vaxt verir sizə. İnqilab olacaq. Etiraz olacaq. Amma bunu eləmirlər. Tədricən, asta-asta, mərhələ-mərhələ səni bunlara alışdıra-alışdıra. Əziz vətənlər, bu metodlar uzun illərdir bütün dövlətlərdə tətbiq olunur. O cümlədən də Azərbaycanda sadəcə olaraq bizlər fərqində deyilik. Mən niyə bu günlər bu mövzuda sizlə danışmaq istəyirəm, danışıram? Çünki çoxumuz tez-tez belə suallar verir ki, biz niyə beləyik axı? Niyə bu gündəyik? Amma millət niyə belə hamı özünü yox, milləti ittiham eləyir. O gün bizim, o gün necə dönən Azərbaycan Xalq Parlamentinin növbəti iclası idi. Orada bəzi millət vəkilləri narazılıq ifadə etdilər ki, bir də o da danışmaqla məşğuluq parlamentdə, xalq parlamenti. Heç bir iş görmürük. Güya ki, danışmaq iş deyil. O qədər sənədlər hazırlanır ki, o bir iş deyil.
Biz əməli fəaliyyətə keçməliyik. Nəsə eləməliyik. Mən orada da dedim dostlar, biz həmin bu tədricilik metodu ki var, biz indi onu tətbiq edirik. Biz tədricən toplumu müəyyən proseslərə alışdırmalıyıq, gətirməliyik. Bir demirəm, buradan deyək ki, çıxın küçələrə, nə küçəyə çıxanda ki, 5-10 nəfəri hakimiyyət zopalayıb soğacaq içəri. Amma Azərbaycan Xalq Parlamenti dostlar, belə deyək də, İslamdakı əzandır. Əzan verilənə qədər məscidlər bomboş olur. Əzan veriləndə də bomboş olur. Əzan veriləndən sonra da bir müddət boş olur məscidlər. Çünki əzanın səsi yer çata, cəmaat, ailə, iş yerlərin bağıdalar, dəstəmə alırlar, durarlar, yol düşərlər, müəyyən vaxt keçir. Əzandan müəyyən müddət sonra məscidlər dolub daşır. Milyonlar namaz oturur, düzdürmü? Bu, Xalq Parlamenti də Azərbaycan siyasətinin əzanıdır. Biz də bu tədric metodundan istifadə eləməklə xalqımızı müəyyən proseslərə alışdırmalıyıq. Baxın, mən 3-5 il bundan vaxt desəydim ki, tez olun, durun, valideynə bir 50.000 göndərin, onu ev alacaq. Ya mənə bir 100.000 göndərin, televiziya, kompüter alacağım, nəmli inəyəcəm. Sən qulaq asıb deyəcəkdim, dəl-dəl danışır. Əvvəz yerinə tez olun, bir göndərin 200.000 müalicəsi lazımdır. Heç bir şey eləməyəcəksiniz. Amma mən nə elədim? Mən tədricən sizləri bu işi alışdırdım. Yəni, sosial yardımlaşmanın vacibliyini sizə izah elədim. Sonra təcrübə eləyərək 1 manat, 2 manat, 5 manat, belə, bugün bu tədbir, sabah bu tədbir, asta bu şeylər gəlib öz yerini tapdı. Əzizən vətənlər, bu metodları kimsə xoş niyyətlə tətbiq eləyir. Kimsə çirkin, ləyəqətsiz niyyətlərinə görə. Mənim bugün sizə dediyim bu metodlar bir qayda olaraq dövlətlər tərəfindən xalqları itaətdə saxlamaq üçün, milləti alladıb, soymaq üçün tətbiq olunur. Bu sahədə 4-cü metodun adı belədir, icranın təxirə salınması. Qeyri-populyar qərardan keçməyin başqa bir yolu, onu ağırlı və zəruri kimi təqdim etmək və gələcəkdə onun həyata keçirilməsi üçün hazırda vətəndaşların razılığını almaqdır. Dövlət bir tədbir keçirmək istəyir, bilir ki, onu bugün eləsə, birdən-birə xalq etiraz eləyəcək. Nə edirlər? Onu bu günləri gündəmə gətirirlər, həmin tədbir haqqında. Sonra deyirlər ki, yox, indi bunu eləmək olmaz, xalqın vəziyyəti ağırdır, belə eləmək, misal üçün, vergiləri artıracaq, artırmağı planlaşdırır. Çıxır deyir ki, devalvasiya olmalıdır, pul ödeməlidir, bizim başqa olmalıdır, amma bunu indi eləmək olmaz. Vətəndaş şuur altında o tədbirin olacağını qəbul edir, lakin indi olmur deyə sanki psixoloji olaraq özünü rahat hiss edir. Gələcəkdə baş verəcək bir hadisəni insan psixoloji olaraq özünün bugünkü qazancı hesab edir. Indi olmadı ki, hökumətin niyyəti isə səni məhz sabah qəbul edəcək o qərarı hazırlamaqdır. Buna deyirlər icranın təxirə salınması. Metodun adı belədir. Çünki gələcəkdə hər hansı bir qurban verməyə razı olmaq indiki ilə müqayisədə çox asandır. İnsan psixoloji olaraq belə özünü hiss eləyir. Hal-hazırda mən bunu əgər məndən bir fədakara tələb olunmursa, bir qurban vermirəmsə, Allah gözəl, yaxşıdır. Gələcəkdə baxarıq. Gələcəkdə verilən qurban bugün verilməyən qurban üçün güya qazanc hesab olunur. Halbuki insan dərk eləmir ki, onsuz da sən bunu verəcəksən, bu qurbanı sən verəcəksən. Bunu sən alacaqlar. Buna deyirlər icranın təxirə salınma metodu dostlar. Azərbaycan hakimiyyəti sizcə bu metoddan neçə dəfə hava istifadə edib fikirləşin.
Birincisi çünki bu dərhal baş verməyəcək. Bu icranın təxirə salma metodunun əhəmiyyəti nədir? İkincisi ona görə ki, xalq kütləsi həmişə sabah hər şeyin yaxşılığa doğru dəyişəcəyi və onlardan tələb olunan qurbanların qarşısının alınacağı kimi sadəlöv ümidləri bəsləməyə meyillidir. Yəni hər birimiz, dostlar, etiraf edək ki, mən də daxil olmağına, sabah bəlkə də yaxşı oldu, bəlkə də yaxşı olacaq deyə insanlar özünü aldatmayla bugün həll edə bilmədikləri problemlər qarşısında özlərini rahatlayırlar. Bu bir psixoloji məsələdir, bir psixoloji məqamdır. Bu günləri tək bu şey olmasan, dövlət bu tədbiri keçirməsin, sabah vəziyyət dəyişə bilər, hər şey yaxşı olacaq deyə insanlar özlərini alladırlar. Bu vətəndaşlara dəyişiklik ideyası ilə rahat olmaq və vaxtı gələndə onu təvəzzükarlıqla qəbul etmək üçün daha çox vaxt verir. Yəni bu cür düşünmə, bu qərarın icrasının təxirə salınması insanlar üçün müəyyən vaxt tanıyır ki, bu qərarı icra edəndə kütlə artıq ona hazır olsun. Azərbaycanda da, başqa dövlətlərdə də bu metod çox tez-tez tətbiq olunur. Düzdür, bəzən Azərbaycanda xalqı adam yerinə özü istəmamınızdan qoymadan tədbirləri dərhal həyata keçirir. Qiymət qaldırmağa qaldırın qiyməti. Çünki bu dövlət kimi yanaşmır. Azərbaycana İlham Əliyev ferma kimi baxır, Azərbaycan xalqına da o fermanın heyvanları kimi İraq bizdən baxır. Ona görə də çox vaxt zəruri də bilmir ki, bir şey tədric eləsin, nə bilim, təxirə salma metodunu tədbiq eləsin, yox. Beşinci metodun adı belədir, xalqın infantilizasiyası. Geniş ictimaiyyətə yönəlmiş təbliğat xarakterli çıxışların əksəriyyəti arqumentlərdən, personajlardan, sözlərdən və intonasiyadan istifadə edir. Sanki inkişafında geriliyi olan məktəb yaşlı uşaqlardan və ya əqli qüsurlu şəxslərdən danışır. Kimsə dinləyicinin nə qədər azdırmağa çalışırsa, bir o qədər də uşaq nitq nümunələrinə istifadə etməyə çalışır. Niyə? Əgər kimsə bir insana 12 yaşındaymış kimi müraciət edirsə, o zaman bu adamın cavabı və ya reaksiyası da uşaqlar üçün xarakterik olan tənqidi qiymətləndirmədən məhrum olacaq. Xalqın infantilizasiyası metodunun mahiyyəti ondan ibarət ki, dostlar, adam çıxır, siz bunu görə bilərsiniz, həm Azərbaycanda müxalifət partiyalar sədrlərinin simasında, həm Azərbaycan Milli Məclisinin bəzi deputatların çıxışında, İlham Əliyevin çıxışında, eləcə də Azərbaycan Xalq Parlamentinin bugün bəzi nümayəndələrin çıxışında bu şey var, çıx adam danışır, sanki 12 yaşlı uşaqla danışır. Rabitəsiz, mənasız, predmetə aid olmayan, infantil, bilirsiniz, baş verənləri dərk etməyən, qabiliyyətsiz, belə ölgün bir hala salır insanı. Adam sanki uşaqla danışır və sən də özünə o uşaq kimi, özünə o uşaq münasibətini görəndə o uşaq kimi düşünürsən. Onun sənə göstərdiyi münasibətə uyğun münasibət sərgiləyirsən, sənin özünə nasıl deyil. Bu psixologiyada, insan psixologiyasıdır. Bir adam səndən zarafat edirsə, sən görürsən. Sən ona zarafat edirsən. Yox, bir adam sənə qəzəblə danışırsa, sənə qəzəblənirsə, sən ona qəzəblənirsən, ona uyğun reaksiya verirsən. Bu metodun mahiyyəti budur. Adam çıxır, dövlətin çox ciddi problemə qalıb kənarda, o da İlham Əliyev yazıgəri danışırdı şeydən, Paşinyandan güya ki, orada korrupsiya var, Ər-Arvad Nazirlər Kabineti belə edir, yazı yazır onu. Adam danışır, sanki uşaq alladır. Qarşısında oturan adam da məcburdur ki, ona uyğun düşünə, davrana, yəni özünə və qarşısındakı da tənqidi münasibət bəsləmə imkanı olmur. Bu
Təbii ki, metod ola bilsin ki, hər adamda işləməsin. Amma bunu tətbiq edirlər. Dövlət kütləvi çıxışlar səviyyəsində bunu çox tez də tətbiq edirlər. Bu metodlar ən çox istifadə edən Heydər Əliyev idi. Gedirdi gözünün axtıvana. Amma yaxşı yaşırsınız ha. Ət tapırsınız, yeyirsiniz, qatığınız var, pendiriniz var. Yazı gəlir. Ya gedirdi qaçqınlarla görüşəndə deyirdi ki, mən fəxr edirəm ki, siz dözümlü xalqdır, çünki çadırda doğursunuz. Bu ciddi dövlət adamının söhbəti deyil ki, bu ciddi adamların, yaşlı insanların ağlı məhsul deyil ki, belə danışmaq. Mən indi bugün dostlar sizlə hal-hazırda xalqı ittihada saxlamağın metodlarından bağlı söhbət edirəm. Siz də 1108 nəfər hal-hazırda bizi izləyir. Oturub diqqətlə qulaq asırsınız. Bu az şey deyil. 1000 adam bu söhbəti dinləyirsə dostlar, Azərbaycan xalqının böyüklüyüdür, böyük qələbəmizdir bu bizim. Təbii ki, belə söhbətləri 3000, 5000, 10.000 adam izləyəsi deyil. Amma 1000 adam bunu izləyirsə, bu bizim qələbəmizdir. İndi mən bunları danışdıqca siz də özünüzü ciddi hiss edirsiniz bu söhbətin bir tərəf müqabili kimi. Başlayırsınız düşünməyə. Mən dediyim bu metodlarla bağlı misallar fikirləşirsiniz, tapırsınız. Ətrafınızda baş verən, gördüyünüz müəyyən hərəkətləri, istər müdürünüz olsun, istər prezidentiniz olsun, düşünməyə başlayırsınız. Yəni ciddi. Düzdürmü? İndi mən sizə burada başlasam nağıl danışmağa, lətayı səviyyəyə söhbət eləməyə, siz də düşəsiniz mənim səviyyəmə. Mənim bu söhbətimin səviyyəsinə. Siz özünüzə tənqidi yanaşa bilməyəcəksiniz ki, bu nə danışır, otur buna biz vaxt itirmişik. Bir saat yarım buna biz, artıq az qala 2 saat oluyor, özür istəyirəm. Bu adam nə danışır belə? Amma qulaq asacaqsınız, vaxtı da gedəcəkdir. Bu bir metoddur. Bunu tətbiq edirlər, insanların vaxtını alırlar, insanları idarə edirlər və insanlara ciddi düşünməkdən kənarlaşdırırlar. Adamlar fikirləşmirlər ki, nə baş verir bu ölkədə? Sənin nağıllarına qulaq asırlar. 6-cı metodun adı dostlar, emosiyaların vurğulanmasıdır. Nə deməkdir emosiyaların vurğulanması? Duyğulara təsir etmək, insanların rəsənal təhlil etmək qabiliyyətini və nəticədə baş verənləri tənqid şəkildə dərk etmək qabiliyyətini əngəlləməyə yönəlmiş neyrolingvistik proqlaşdırmanın klassik üsuludur bu. Deməli, adam danışır, daha çox o da türklərdə, Osmanlıda duyğu sümüsü deyirlər. İnsanların daha çox duyğularına təsir edirlər, xitab edirlər. Digər tərəfdən də emosional amildən istifadə, düşüncələr, istəklər, qorxular, narahatlıqlar, məcburiyyətlər və ya sabit davranış nümunələri təqdim etmək üçün şuuraltı qapını açmağa imkan verir. İnsanın duyğusuna təsir edəndə, onu duyğusal hala gətirib ondan təmasa girəndə, sən onun daxil aləmini nüfuz edə bilirsən, o qapılarını açır sənin üçün. Amma ciddi söhbət, indi bizim elədiyimiz bu söhbət ki var, bu söhbətdə nə siz mənlə, mən sizin o hiss və duyğular aləmimizə girə bilmərik, çünki bizim bu söhbətimiz ciddi söhbətdir. İnsanlar, əzizən vətənlər, ağlayanda və güləndə təbii hallarında olurlar. İnsanlar qəzəblənəndə də adi, normal hallarında olurlar. Əgər bir adamı dəqiq yaxşı tanımaq istəyirsənsə, mən açıq deyim, bu metoddan çox tez-tez istifadə edirəm. Əgər bir adamın əsl mahiyyətini bilmək istəyirsənsə, onu əsəbləşdir. Məsələn, haqsız yer ona bir böhtan at. Onu incit. Ən yaxın dostunu belə, məndən sizə məsləhət. Mən çünki bütün həyatım boyu 66-67-sindəyəm artıq. Mən bütün həyatım boyu bir çox dostlarımı bu metodu tətbiq etməklə çıxdıq eləmişəm. Başa düşmüşəm ki, burada mənə dost olmaz. Bunlarla mən yol gedə bilmərəm, hətta siyasi əməkdaşlıqla belə eləmək olmaz bunlarla. Misal üçün, mən yaxın, uzun müddət münasibətdə olduğum dostuma
onu xoş gəlməyən, böhtan xarakterli qəsdən bilə-bilə bir söz deyirəm. Mesela adam düşünməyə əvəzinə ki, qurban dəli olub, bunu mənə deyir, nə danışır bu, bir maraqlarımı soruşum görüm, qurbana nə olub, baxı mənim haqqında belə danışır, başlayır mənə əks böhtan atmağa. Başa düşdünüz? Yəni adam hazırdır məni tapdalamağa, məni qaralamağa, mənə böhtan atmağa. Sən demək bir bəhanə lazımmış, bəhanə gözləyirmiş. Mən onu yoxlamaq üçün bir sancıram. Buradan yeri gəlmişlər neyim ki, mən bir çox gənc siyasətçiləri də, siyasətə qoşulanları da bu metodla uzun müddət yoxlamadan onlarla ciddi işlər görmürəm, dostlar. Və bir çox gənc, sizin gördüyünüz bu bizim efirlərə kimlər gəlib, kimlər gedibdir. Mən bunların əksəriyyətini bu tip metodlarına yoxlayıb görürəm ki, bu adamlar siyasətə hazır deyirlər. Bunlar normal insan münasibətlərə hazır deyirlər. Deyək ki, mən sənə qarşı bir kobud ifadə işlədirəm. Sənin ilk düşünməli olduğun şey olmalıdır ki, bu əgər qurbanı mən tanıyıramsa, bu qurban o qurbandırsa, axı bu sözü mənə deməməlidir. Görürsün, bu niyə deyir? Səbəb nədir? Bunu araşdırmaq lazımdır. Bunu araşdırmaq əvəzinə sən dönüb dərhal mənə başlayırsan möhtən etməyə. Mən də burada dəftərimdə yazıram ki, bu adam ciddi işlər görüləs adam deyil. Adamın analiz qabiliyyəti yoxdur və adekvat deyil. Bu tip adamlarla göy getmək qorxuludur. Səni istənilən vaxtda sən bir səhv edərsən, sənin səhvindən istifadə edib səni məhv edər, səni güdaza verər. Ona görə dostlar, insanların emosiyalarına ünvanlanan müraciətlər çox vaxt məkirli olur, çirkin niyyətli olur. Çünki emosional amildən istifadə, bayaq dedim, düşüncələr, istəklər, qorxular, narahatlıqlar, məcburiyyətlər və ya sabit davranış nümunələri təqdim etmək üçün şuuraltı qapını açmağa kömək edir. Sən terrorun nə qədər qəddar olması, hökumətin nə qədər ədalətsiz olması, ac və rüsvayçıların necə əzab çəkməsi haqqında yazılanlar baş verənlərin əsl səbəblərini pərdə arxasında qoyur. Niyə? Çünki duyğular, hisslər məntiqin, ağlın düşmənidir. Duyğu olan yerdə ağıl işləmir, ağla geri qalmır. Adam durur, terrordan danışır. Məsələn, bayaq dedim, mən Heydər Əliyevdə, İlham Əliyevdə dəfələrlə güya ki, Azərbaycanda terror var, kimsə öldürmək istəyirlər, silahlı adamlar var. Tərtər hadisələrində 7 may 2017-ci ildə verilən o bircə bəyanat var. O bəyanatda bu alçaqlar yazmışdılar ki, terrora cəhdlər olub Azərbaycanda. Güya ki, Tərtərdə ermənilərlə əlaqəyə giriblər. Ermənilərin tapşırığı ilə onlar artıq cəhd ediblər Azərbaycanı terror eləməyə, partlayışlar, nələr. Halbuki bir dənə də olsun iş yoxdur, fakt yoxdur. Terrorla, sabotajla var, heç nə yoxdur. Adam ağzı ilə yazır. Niyə? Çünki terrordan danışmaqla insanların hisslərinə, duyğularına təsir edirlər. Deyək ki, adamların iqtisadi baxımdan çoru çəkməsindən, ac qalmasından danışıb. Sənin hiss və duyğuları incəldirlər, sənin yazıqlıq hissini qabardırlar. Amma demək ki, bu adamda niyə ac qalmalıdırlar? Azərbaycanda əgər hansısa bir də baxırsan ki, televizor ekranına görürsünüz də, çıxadırlar, bir dənə nə bilim, problemli ailə, bir xəstə, ya bir qazi, kim olur olsun, o ilə bağlı ağlaşma qururlar televizorlarda. Sən də otursan, efirin qabağında başlayırsan, qoşulları ağlayırsan. Niyə? Çünki sənin hisslərinə, emosiyalarına ünvanlanıbdır bu verişlər, bu hərəkətlər. Emosiyalar və hisslərlə sən yaşadığına görə həmin anda düşüncə və ağır işləmir. Sən sorğulaya bilmirsən ki, bir daha saxla görüm. Bu qazini buxara salan kimdir? Bu qazi bir ayağını itirib və ya
görmə qabiliyyəti itirib. Oturub indi ağlayır, sızlayır, şikayətlənir. Sən də onun dərdinə şərik olub onunla bərabər ağlaşırsan. Məqsəd nədir? Halbuki o verilişin yerinə, o söhbətin yerinə qazilərin məişət problemlərin həlli ilə bağlı söhbət aparmaq olardı, tədbirli görmək olardı. Düzdürmü? Sən hər hansı bir ananın öz balalarını saxlaya bilməməsi, zibilxanaya atması, uşağından imtina etməsi ilə bağlı danışıb insanları kövrətmək, insanların his və emosiyalarını coşdurmaq əvəzinə yaxşı olar ki, sən uşaq pulu verilməsindən ya verilməməsindən, onun səbəblərindən danış. Ailələrin iqtisadi problemlərin həlli yollarından danış. Evdar qadınlara niyə pensiya verilmir? Niyə yardım edilmir? Azərbaycan ordusuna əskər böyüdən qadınlara, analara nəyə görə aydın əmək haqqı verilmir? Analıq haqqı olaraq. Axı dövlət üçün uşaqlar böyüdür. Sabah sən 18 yaş olan kimi tutub bunu əlindən alacaqsan, aparıb onun daxili orqanlarını da ayaltacaq, satacaqsan. Yox. Bu metodla sənin düşüncəni, ağlını emosiya və hisslərinə bağlamağa çalışırlar. Sən daha çox hiss və duyğularla hərəkət edirsən, ağılla yox. Ağılla bir düşüncəliyik başımıza. Bu qədər o nə qədərdir sizcə? Deyək ki, Tərtər hadisələrini mən niyə misal gətirirəm? Çünki o işi əla bilirəm. Öncə nə edirlər? Adamların hiss və duyğularına müraciət edirlər. O bircə bəyanatla da, ayrı adamların təbliğatı ilə də ki, Azərbaycan əskəri gibi erməniyə seksual xidmət göstərib, nə bilim, alçalıb edib, sən də o milli hisslərin coşur, daşır, qəzəbin, kinin, nifrətin və biri çıxır partiya sədri kimi, hə, orada 47 nəfər vətən xaini orada tutublar. Bu səbəbləri var bunun. Kasıbçılıq, dövlətin nə bilim qanunsuzluğu nə sadalayır. Sən də şuuraltı olaraq inanırsan ki, bəli, orada olub da xəyanət. Olmasa bu odur kişi, bu partiya sədridir. Nə belə deyirsin? O bir sonra deyir ki, bu Ruslara verilən cavabdır. Sən də vətənpərvər hisslərin baş qaldırır. Amma sənin ağlın həmin anda işləsə, sən Namizəd Səfərov kimi, çünki vaxtında bəzilərin ağlı işləyib, bəzi adamların o hisslərinə daxil ola bilməyiblər. Namizəd Səfərov sual verir bu vaxt ki, qardaş, saxlayın görməyək. Məhkəmə yox, istintaq yox, subut yox, siz nə bildiniz ki, burada xəyanət olub? Amma ümumən çoxluq əslən vətənlər həmişə hisslərinin, duyğularının əsiri olurlar. Ona görə də diqqətli olmaq lazımdır. İstər hakimiyyətdə olan olsun, istər nə bilim, hər hansı obyekt sahibi olsun, hər hansı bir kollektiv rəhbəri olsun. Əgər insanların duyğu və hisslərinə daha çox müraciət edirlərsə, bilin ki, onun altında bir çirkin gizlədilməli olan niyyət var. O niyyəti araşdırın siz. İmkan verməyin ki, duyğularınız sizi əsir alsın. Lütfən. Bu 6-cı metodun adı emosiyaların vurğulanması, dostlar. Əlavə və bizim vaxtımız bitir. Çox təəssüf, çox təəssüf. Heç ayrılmaq istəməzdim. Amma 4 metodda qalıbdır. Onları da mən sizə sabah inşallah izah edib deyərəm. Bizim iclasımız başlayacaq birazdan. Xalq Parlamenti rəhbərliyinin hər gün, demək olar ki, hər gün toplantıları olur. Mən burada verilişdən sonra 3-4 saat orada iclasda oluram. Ona görə də mən nəzərdən xahiş edirəm. Və rejissorumuzdan xahiş edirəm bizim hesabımızı gətirsin ekrana. Əmək haqqı verməyin vaxtıdır. İyun ayı gəlibdir. Müəyyən problemlərimiz var. Dostlar, bizim inşallah o sizə dediyimiz yapay zəkalı komitenin alınması üçün də o vəziyyəti mən sizə deyim, biləsiniz. Deməli, Rusiyadan bir qardaşımız, belə də şəhəri demək olar, Peterburg, $3000. Gürcüstandan bir qardaşımız $4365. Orta Asiyadan bir qardaşımız $2000 və başqa bir qardaşımız
onun hansı ölkədə olduğunu deməyəcəyəm. 12.000 dollar kompüter alınması üçün bizə yardım ediblər. Nəzərə alın ki, deməli, bu Evra İngiltərədə hər şey, bütün bu maliyyə fəaliyyəti nəzarətdədir. Nə alırsan al, hesabına nə daxil olur, onun 20%-ni dərhal vergi kimi tuturlar. Deməli, biz yardım olan bu pulun 20%-ni vergi tutduqdan sonra əldə qalan cəmisi 11.000 pounddur. Amma bizə lazım olan kompüterin alınması üçün əlavə 4.000 pound da lazımdır. O 4.000 pound da 20%-i nəzər alsaq, 4.800 pound olmalı. 20%-i çıxanda ən azı 4.000-i qalsın ki, biz o kompüteri ala bilək. İnşallah sabahdan başlayaraq o kompüterin biz hissələrini almağa başlayacaq. Çox xahiş edirəm. Çalışın, eləyin ki, biz o kompüteri ala bilək. Bu bizim işimizin keyfiyyətinə çox ciddi təsir edəcək dostlar. Lütfən. Esaret odunda pişti neslimiz, azadlık eşkine yandık, yakıldı. Çatıp azadlığa bu məbəddə biz. Dostlar, bizim hesablarımız budur dostlar. Çox xahiş edirəm, şəklini çəkin. Ekranın şəklini çəkin. Rusiyadan T-Bank Azər Abdulkamidov adı qardaşımızın adındadır. Rusiyadan olan yardımlar bu kart olmalıdır. Azərbaycandan isə mənim öz adım olan uyumaqdakı kartdır. Lütfən yardımlarınızı eləyin ki, biz də öz vəzifələrimizi icra edə bilək. Təşəkkürlər. Gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Sabah saat 21:00'da görüşməm edirəm. Sağ olun.